Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün pambıq kimi yumuşaq, dadlı, ləzzətli ballı tort hazırlayacağım. Əmin olun xanımlar, bu resepti çox bəyənəcəksiniz. Əvvəlcə savarnoy kremi hazırlayıram. 2 ədəd yumurtanın üzərinə 1 stəkan şəkər tozu və içi dolu yemək qaşığı nişasta əlavə edib qarışdırıram. Qarxıdalı və kartof nişastasından istifadə edə bilərsiniz. Qarışımın üzərinə 2 dolu stəkan soyuq su tökürəm. Eləcə də yarım banka qatlaşdırılmış süd əlavə edib qarışdırıram. Suyu südlə də əvəz edə bilərsiniz və yaxud da sadəcə su ilə hazırlamaq olur. Bütün ərzaqları yaxşıca qarışdırdıqdan sonra qazanı ocağın üzərinə qoyuram və dayanmadan qarışdıraraq bişirirəm. Qaynağa düşəndən sonra içərisinə 50 qram çörək yağı əlavə edirəm. Yağ əriyənə qədər qarışdırıram. Ocağı söndürüb qazanı bir kənara qoyuram ki, krem tamamilə soyusun. Kənarda ara-sıra qarışdırmaq lazımdır. Xəmir üçün qazanın içərisinə 4 ədəd yumurta, 1 stəkan şəkər tozu, eləcə də bir cimdik duz əlavə edib qarışdırıram. Qarışımın üzərinə 2 dolu yemək qaşığı bal tökürəm. Eləcə də 200 qram yağ əlavə edib qazanı ocağın üzərinə qoyuram. Vam odda dayanmadan qarışdırıram. Yağ tam əridikdən sonra qazana 1 dolu çay qaşığı soda tökürəm. Qarışdırıram. Soda köpüklənir. Eləcə də qızıl rəng alana qədər dayanmadan qarışdırmaq lazımdır. Gördüyünüz kimi şərbətin rəngi qızıl rəngə alınıb. Daha sonra üzərinə unu əlavə edirəm. Bu xəmir üçün 200 ml stəkanla 4 stəkan undan istifadə etdim. Unu az-az əlavə edirəm və spatula vasitəsilə qarışdırıram. Xəmiri əllə yoğurmağa ehtiyac yoxdur. Sadəcə olaraq qaşıqla və yaxud da spatula ilə qarışdırılır. Belə bir qatılıqda xəmirimiz alınır. Xəmiri bir kənarda yarım saat gözlədirəm. Yarım saat keçdikdən sonra xəmir tamamilə soyuyur. Təzgahın üzərini unlayıb xəmiri təzgahın üzərinə əlavə edirəm. Xəmirə uzunsov forma verirəm və 9 bərabər hissəyə bölüb gündələyirəm. Mən ballı tortun xəmirini yaymaq üçün hər zaman soba listinin arxa hissəsindən istifadə edirəm.
Soba listinin arxa hissəsini biraz unlayıram. Kündəni yerləşdirib əlimlə yayıram. Biraz əlimlə yaydıktan sonra oxlovla yayıram. Ölçü olaraq belə bir formadan istifadə edirəm. Formaya uyğun olaraq yaydım. Daha sonra isə çəngəllə deşləkləyib əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Bişən yuxaları soba listindən bıçaq vasitəsilə çıxarıram və isti-isti üzərinə formanı qoyub kənarlarını, artıq hissələrini kəsirəm. Krem üçün 200 qram otaq temperaturunda olan yumşaq çörək yağını mikserlə ağarana qədər qarışdırıram. Üzərinə bişirdiyim zavarnoy kremi az-az əlavə edirəm və mikserin gür xodunda qarışdırıram. Zavarnoy kremi az-az əlavə etmək lazımdır ki, krem çürüməsin. Daha sonra içərisinə 1 ədəd vanilin əlavə edirəm. Gördüyünüz kimi artıq mənim yuxalarım da, kremim də hazırdır. İndi isə yuxaları kremləyirəm. Yuxanı yerləşdirirəm və üzərinə kremi töküb hər tərəfinə gələcək şəkildə yayıram. Tortun kremini zavarnoy kremin əvəzinə qatlaşdırılmış süd və yağla hazırlanan kremdən istifadə edə bilərsiniz. Və yaxud da zavarnoy kremə yağ əvəzinə qaymaq əlavə edib qarışdırmaq olar. Yəni, istəyə uyğun kremi hazırlaya bilərsiniz. Tortun üzərini eləcə də kənarlarını kremlədikdən sonra tortun kənarından çıxan artıq hissələri blenderdən keçirirəm. Və tortun hər tərəfinə gələcək şəkildə tökürəm. Sonda tortun üzərini bəzəmək üçün belə bir formanı yerləşdirirəm və üzərinə isə şəkər pudrası tökürəm. Şəkər pudrasını kakao ilə də əvəz etmək olar. Artıq mənim tortum hazırdır. Ballı tortu bir gün əvvəldən hazırlasaq daha gözəl alınır. Ancaq hazırladıqdan 4-5 saat sonra da yeyilə bilər. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.